Bərabərsizlik 4-cü bölmə. Rasional bərabərsizliklər. Neçənci oldu? 9. X kvadratı üstə gəlsin 25 bölünsün 2. X kvadratı üstə gəlir 25. Bölünsün 2. Hə, Kiçikdir ondan. kiçikdir o. Elə bərabərsizlik bir həll edir. Bu 10'u sol tarafa keçirsək, nə olacaq? Çıx 10, hə, kiçikdir, nə olacaqdır? 0. Orta məxrəcə gətirəndə nə olacaq? X-də x kvadratı üstə gəlir 25, çıx, nə olacaqdır? 10x. Kiçikdir nədən? 0-dan. Bu da ki, biz bilirik ki, nədir? Hə? Bilirsiniz nədir bu? Muxtəsər. Mənədə 10 dedim. X çıx 5'in kvadratı bölünsün x, kiçikdir nədən? 0-dan. Sonra nə edəcək? X-ə bölünəcək. X-ə böləcək. Bərabərsizdə dəyişənə bölmək, vurmaq qəti olmaz. Ədəd 9 üzərində sıfırlarını qeyd edəcək. Sıfırlar nədir? 5, bir də ki, kəsrin və sürət və məxrəci sıfıra çevirən qiymətlərin nə edəcək? Ədəd 9'unu qeyd edəcək. 5'lik və bir də ki, 0. Və heç birisi də ola bilməz. 0 ola bilməz ona görə ki, məxrəc 0 ola bilməz, sıfıra bölmək yoxdur. 5 də ona görə ola bilməz ki, nədir? Bax, burada kiçik bərabərdir deyil, abi, kiçikdir 0 yazılır. Aydın oldu. Və belə də ki, bu x çıxsın 5'in kvadratı müsbətdir həmişə. Bunun mənfi olması üçün x nə olmalıdır? 0-dan kiçik olmalıdır. Hər ehtimala ilə də basit başa düşmək üçün sıfırları qeyd edirəm. Mən 9-a kiçik bərabərdir verildi. Burada kiçik bərabərdir. Bəli. Lap yaxşı, kiçik bərabərdirsə, o zaman 5 daxildir. Aydın oldu. 5-in sıra çevirən qiymətdə daxildir. Amma 0 nəyə görə daxildir? Məxrəc 0 ola bilməz. İndi 6 verəndə 5-dən saxlır, olsa müsbət. 6 verəndə nə olur bura? Müsbət. 0 ilə 5-in arasında 4 verəndə yenə müsbət. 0-dan sol tərəfdə qiymət verəndə nə olur? Mənfi olur. Bizə hansı araba lazımdır? Mənfi. Deməli, x daxildir. İndi cavab nə yazacaq? Mənfi sonsuzluqdan 0-a kimi. Mənfi sonsuzluqdan 0 daxil deyil. Bildirmədim. Birləşir nə? 5-ə. Birləşir bəli, təkcə 5'in özü. Niyə? 5 onu 0'a çevirən qiymətdir. 5 daha. Təkcə 5'in özü. Aydın oldu. Sonra 11. 11. Cavab edəcəz. Mənfi 1 bölünsün. Mənfi 1 bölünsün. 2 çıxılsın x. Kiçikdir 0-dan. Kiçikdir 0'dan. Mənfi bir qədər vursaq, olacaq 1 bölünsün, 2 çıxılsın x və yaxud o mənfi 1'i məxrəcə də gətirə bilərsiniz, fərqi yoxdur. Nə olacaqdır? Böyük 0. Düzdürmü? Ədəd 9 üzərində yenə də sıfırları qeyd eləsək, yəni belə də ki, bax, bura müsbətdir, bunun müsbət olması üçün nə olmalı? 2 çıxsın, x müsbət olmalıdır da, elə deyil, yəni belə də yaza bilərsiniz. 2 çıxsın, x nədir? Böyükdür 0 olmalıdır. X də nədən? 2-dən kiçik olacaqdır. Mənfi sonsuzluqdan hara kimi? 2'ye kimi. Sonra 13. 13. X kvadrat çıx 4. X kvadrat çıx 4. Bölünsün 2 kvadrat üstə gəl 4. X kvadrat üstə gəl 4. Kiçikdir bərabər 0-dan. Kiçikdir bərabərdir 0-dan. Bax, bu x kvadrat plus 4 nədir? 0-dan böyükdür. O zaman nə olmalıdır? X kvadrat çıx 4 nədir? Kiçik bərabərdir 0 olmalıdır. Bu da nədir? X çıx 2, x üstə gəl 2, kiçik bərabərdir 0-dan. X daxil olacaqdır hansı parçaya? Mənfi 2, 2 parçasına. Necə tapdıq? Ədəd 9 ədəd şifaya qeyd edədik. Sıfırlarını qeyd elədik. Bax, kiçikdir bərabərli olanda nə olur? Köklərin arası olur da. Mənfi 2, deyirəm 2. Hə? Bura müsbətdir, bura mənfidir, burada müsbətdir. Necə bildik bu işarələri? Qiymətlər verdiklər. 2-dən sağ tərəfdə qiymət götür. 3. Burada müsbət olur. Müsbətə vuranda olur müsbət. Mənfi 2 ilə 2 arasında 0 götür. Bura müsbət, bura mənfi. Müsbəti mənfiyə vuranda nə olacaq? Mənfi. Buradakı müsbət eyni vəziyyətdə. Bizə hansı aralıq lazımdır? Mənfi aralıq. Mənfi aralıqdakı nədir? 4-dən mənfi 2 parçası. Nə deyil? Sonra 15. 15. 7 çıxılsın x bölünsün. 7 çıx x bölünsün. X plus 5. Hə. Kiçikdir, bərabərdir 0-dan. Kiçikdir bərabər 0. Nə edəcək? Ədəd 9 üzərində Ən kiçik müsbət tam gəldi. sıfırlarını qeyd edək. Sıfırlar nədir? Mənfi 5 nədir? 7. Mənfi 5 ola bilməz. Niyə ola bilməz? Dedə. Çünki mənfi 5 olanda şey olur da. Nə olur? 0-dan böyük olacaq. Hə, boş danış. Və məxrəc 0 olur. İndi dedim də. Hə, elə. Mənfi 5 niyə ola bilməz? Mənfi 5 olanda nə olur? Məxrəc 0 olur da. 0-a bölmək olar ki? Yox. Ona görə mənfi 5 olmaz. Görsən boş saxladım. Bunu qaratmadıq.
Aydın oldu, mənfi 5 daxil deyil. Amma 7 olar, o sıfıra çevirən qiymətdir də, burada da kiçik bərabər sıfır yazılır. Əgər burada kiçik bərabərdir yox, kiçikdir sıfır yazsaydı, mən o zaman 7-ni də belə götürəcəkdim. Aydın oldu mu? Hə? Akşam yetməmişsən, hə? Nesini deyəcəksən? 3-də, mən də 3-də yapmışım. Kiçik bərabər sıfır. Kiçik bərabər sıfır olduğuna görə bu 7-də nədir? Daxildir. 7-dən sağ tərəfdə qiymət verir, məsələn. 8 götür. Bura nə olur? Mənfi, bura nə olur? Müsbət. Müsbəti nəfə biləndə nə olacaqdır? Mənfi. Mənfi 5 7 arasında 0 1. Bura müsbət, burada müsbət. Nə olacaq müsbət? Burada nə olur? Mənfi. Bax, mənfi 5-dən sol tərəfə qiymət verir. Mənfi 6 götür. Bura nədir mənfi? Bura nə olur? Müsbət. Müsbəti mənfiyə belədir. Əgər mənfi müsbətə beləndə nə olacaqdır? Mənfi olacaqdır. Cansı arada lazımdır? Mənfi arada. Arada ola, bura, ilə, buradan, o tərəfə. Deməli, x daxil olacaqdır. Mənfi sonsuzluqdan hara kimi? Mənfi 5. Daxil deyil. Mənfi 5 daxil deyil. Birləşir. Nə yazacağım? Daxildir. 7 daxildir. Yəni kvadrat metrizədə müsbət sonsuzluqlar. Aydın oldu. Sonsuzluğu biz nə yumru metrizədə göstəririk? İkinci daxil olmuyor. Sonsuzluğun nə olduğunu məktəb bilirsən ki, ağzında deyirsən ki, sonsuzluq. Nətər onu sən daxil edə bilərsən görə. Elə deyilmi? Bəlkə sən daxil edə bilərsən. Daxil edəsən. Çox güzel. Yəni yeni bir kəşf edilmiş olursan, riyaziyyatda yeni bir gətirmiş olursan. Sonsuzluğun nə olduğunu məsələn heç kəs bilmir. Sən daxil edə bilirsən, deməli nəsə yenilik gətirmişsən də. İzah edə bilərsən bizə sonsuzluğun nə olduğunu ümumiyyətlə izah edə bilərsən sonsuzluq. Onu nətər başa düşürsən sən? Hı? Bitmir. Bitmir. Elə? Sonra yaxşı. Mən sonsuzluğun nə olduğunu bilmirəm. Yaxşı. Deyin görüm. Bilmirəm da sonsuzluq. Sonu bilmirəm. Sonsuzluq. Sonu nədir bilmirəm. De. Sonra. Hə, növbəti sualı deyil. Hara baxırsan? Getdi sonsuzluğa. X üstəyənsin. Neçənci sual? 17. 17. Hə, artıq yazırıq. De. X üstəyənsin 15 bölünsün. X üstə gəl 15 bölünsün. X kvadrat üstəyənsin 9. X kvadrat üstə gəl 9. Kiçikdir birdən? Bəli. Kiçik yoxsa kiçik bərabərdir? Yox, mən belə kiçiyim. Elə mi? Böyükdür. Böyükdür. Ay Allah. Bərabər sözcüklər o da kiçikdir. Böyük düşərəsi bilmirik. Böyükdür. İndi bana bu kiçik düşərəsi yoxsa böyük düşərəsi? Böyük. Bu böyükdür. Kiçiydim mən. İndi orada böyükdür yazılıb kiçikdir. Böyükdür. Millət. Vəziyyət çox gərgindir, çox kritik. Bəlkə kameranı döndərim, səni göstərim cəmaata. Hə? Bu eyni. Yox. Bir də qarışdırırsan. Mən saçdım. Bir də eləyərsən. Bax göstərirəm sənə. Görürsən. Niyə? Bizim bu xalq görsün ki, bizim necə istedadlı gənclərimiz var. Bərabərsi artıq müəllim tutarır, bu hələ kiçik işarəsindən böyük işarəsini hələ də qarışdırır. Nəysə, özə birinci qrupa gedir, cəmaat. Bu insan birinci qrupa gedir. Bərabərsi özə mən tutarıram. Bu adam hələ böyük işarəsindən kiçik işarəsini qarışdırır. De, bu idi, belədir. Bəli. Dəqiq. Son qərarındır. Yaxşı. Nə edəcək burada? Biri sol tərəfə keçirəcək. Hə? Keçirdim hesab elə. Olacaq çıxıq. Böyükdür. Nə olacaqdır? 0 olacaqdır. Sonra nə edəcəm? Orta məxrəcə gətirəcəm. Köçür. Köçür. X kvadrat üstə gəl 9. Sürətdə olacaq nə? X plus 15. Mənfi biri buna məxrəcə vurub sürətdə yazacağım da. Nə olacaq? Çıx x kvadratı, çıx nə olacaqdır? 9. Bu da nədir? Böyükdür 0-dan. Düzdür ya yox? Düzdür. Bunu biraz da sadələşdirsək, bu mənfi x kvadratı, normal formada yazaq da, üstə gəlir x. 15-dən 9 sonra neçə edir? 5, 6. 15-dən 9 sonra 4 edir. Yəni mən bilmirəm. Saymağı da bilmirsiniz siz. Mənfiyə vuracaqdır, yuxarı. Hə, sən 15-dən 9-u çıx, sonra mənfiyə vur. Böyükdür 0-dan. Sürət kəsri ümumiyyətlə tərəfdən mənfi 1-ə vursaq, olacaq x kvadratı, çıx x, çıx 6, məxrəcdə də x kvadratı üstə gəl 9. Bu x kvadratı üstə gəl 9, onsuz da 0-dan böyükdür uşaqlar, düzdür? Kiçikdir 0. X kvadratı plus 9 nədir? 0-dan nədir? Böyükdür. Yəni müsbət bir bəli ifadədir. Ona görə yazırıq ki, x kvadratı çıxılsın x, çıxılsın 6 nədir? Kiçikdir, 0 olmalıdır. Düzdürmü? Evet.
Hə? Etirazın yoxdur. Hasili mənfi 6. Hə? Hasili mənfi 6 cəmidəki nədir? Müsbət 1. Hasili mənfi 6 cəmidəki 1 olan ədədlər hansıdır? Mənfi 2 ilə 3. Düzdür? Hasili mənfi 6 cəmidəki olur 1. Yəni ki, x üstəgəl 2, x çıxılsın 3 nə olmalıdır? Kiçikdir 0 olmalıdır. Aydın oldu? Hı? Sonra nə edəcək? Ədəd oxumumuzu çəkəcək, sıfırlarımızı qeyd edəcək. Mənfi 2 olmaz, çünki bərabər bir yoxdur da. Elə ki 3 olmaz. 3-dən sağ tərəfə qiymət verəndə nə olur? Müsbət. Bura nə olur? Mənfi. Burada nə olur? Müsbət. Mənfi aralıq haradır? Bax, bura. X daxildir, hansı aralığa? Mənfi 2 daxildir, 3-ə 2. Bizə nəyi soruşurdu? Nəyi soruşurdu, bax? Mən ən böyük tam əlini sağlam. Ən böyük tam əlini. Ən böyük tam əldir. Bu intervalda ən böyük tam həll. Ən böyük tam həll neçədir? 2. 3 daxil deyil də. Nə baxırsan ki? 3 daxil deyil də. Nə olur? Niyə səsini çıxarmırsan ki? Ha, 2. Yazın. Sonra neçə? 19. Oxu. X sırasının x plus 1'in metrese kubu Ha. bölünsün. Ha. X çıx 2, x plus 3. Nə yazın? X minus 2, x plus 3 burası. Ha. Kiçikdir sıfırdan. Kiçikdir 0. Yenə də ədəd oxu üzərində nə edirik? Sıfırlarını qeyd edirik. 0, mənfi 1, 2, ilək nədir? Mənfi 3. Mənfi 3 olmaz. Sonra mənfi 1 olmaz. Sonra 0 olmaz. Sonra 2 olmaz. Düzdür? Hı? Qiymət ver. 3 verəndə müsbətdir. 2-dən sağ tərəfdir. Bura nə olacaq? Mənfi olacaq. Məsəl üçün 1 verəndə mənfi olur. Bura nə olacaq? Müsbət olacaq. Məsəl üçün mənfi 0.5 verəndə. Mənfi, müsbət oldu, mənfi olar. Düzdür? Müsbət, mənfi, yeşildə nə oldu? Müsbət oldu. Bura nə olacaq? Mənfi olacaq. Burada nə olacaq? Müsbət olacaq. Məsələn, mənfi 4 verəndə. Mənfi 4 verəndə müsbətdir. Mənfi 4 verəndə müsbətdir. Bizə nə lazımdır? Mənfi aralıq. Mənfi aralıq haradır? Bura, bir də ki, bax bura. Deməli, x daxildir nəyə? Mənfi 3-dən mənfi 1-ə birləşir nə olacaqdır? Baxırsan biraz. 0'dan 2. 0-dan 2. Sonra? 21. Ha, sonra? 21. Oxudum. X kvadratı. Ha. Burası mörtəzədə x kvadrat sıxılsın 16 bölünsün. X plus 3. X plus 3. Kiçikdir sıfırdan. Kiçikdir 0-dan. Bərabərsi ən böyük tam həllidir. Baş. Bu x kvadrat çıxsın 6 nədir uşaqlar? X çıxılsın 4, x üstə gəl 4-dür də. Kiçikdir 0-dan. Ədəd oxu üzərində yenə də nə edirik? Sıfırlarını qeyd edirik. 0, mənfi 4, 4, mənfi 3. Mənfi 4 olmaz. Mənfi 3 olmaz. 0 olmaz. 4 də olmaz. Düzdür? İndi qiymət verir. 5 verəndə nə olur? Müsbət. Düzdür? Bura nə olacaq? Mənfi. Məsəl üçün 3 götür qoy, mənfi olacaq. Bura nə olacaq? Müsbət. Məsəl üçün mənfi 1 qoyanda nə olur? Müsbət. Bura mənfi. Bura nə oldu? Dəqiq baxın. Mənfi 1 dedim burada. Müsbət olur. Burada nə olur? Müsbət olur. Mənfi olur. Müsbət olmur. Burada dəyişiklər çünki. Düzdür? Bura düz yoxladıqdan sonra 3 verəndə məsəl üçün müsbət, mənfi olur. Doğru. Düzdür. Mənfi 4-dən mənfi 2 arasında qiymət verdikdə. Məsəl üçün mənfi 3,5 verəndə. Bura mənfidir. Burada mənfidir. Mənfi nədir? Müsbətdir. Bura nə olur? Müsbət. Yekunda olur. Müsbət olur. Elə deyil. Mənfi 4-dən sol tərəfdə qiymət verəndə. Neçə? Mənfi 5 verəndə. 5 verəndə. Mənfi müsbət. Bura nə olur? Mənfi olur. Elə deyil. Bizə mənfi arağı lazımdır. Bura. Bir də ki, buradan bura qədər 0 olmaz. 0 çevirər. Burada kiçik bərabər 0 yazmayırlar. Aydın oldu, 0 olmaz. Sonra bir də ki, nə? Buradan hara kimi? Bura kimi. Deməli, x daxil oldu. Hansı intervala? Mənfi sonsuzluqdan mənfi 4-ə kimi. Düzdür mü? Birləşir. Mənfi 3-dən hara kimi? 4'e çıkıyor. 0-a kimi. 0 olmaz axı.
Bir də ki, birləşir 0-dan 4-ə kimi. Nəyi soruşur? En büyük tam əlli. Ən böyük tam hal neçə O da olur? üstüdür. Bəli. 3. Sonra 23. 23 oxu. 2x üstəgəl 7. 2x bərabər 7. Hə, Kiçik bərabərdir. bəli. Mənfi 16 bölünsün 2x çıx 1. Mənfi 16 verəsən 2x çıxmasın 1. Çox. Bəli. Bu da elə. Hı? Bəli. Bu mənfini bu tarafa keçirəndə nə olacaq? Müsbət olacaq. 2x plus 7 üstəgəl nə olacaqdır? 16 bölünsün 2x çıxmasın 1. Kiçik bir bərabərdir. Nə olacaqdır? 0 olacaqdır. Sonra nə edəcək? Orta məxrəcə gətirəcək. Orta məxrəcə gətirəndə nə olacaqdır? 2x çıxılsın 1. Sürətdə olacaq 2x plus 7 vurulsun nə? 2x çıxılsın 1. Üstəgəl 16 kiçik bərabərdir. Nədir? 0-dən. Düzdür? Hə? Biraz da sadələşdirsək 2x çıxılsın 1. Sürəti vurub basacaq da. Vurub basanda nə olur? 2x 2x vuranda nə edir? 4x kvadratı çıx 2x sonra üstəgəl 14x çıx 7 üstəgəl 16 kiçik bərabərdir nədən? 0-dən. Biraz da sadələşdirsək 4x kvadratı üstəgəl neçə edir? 12x hə? Üstəgəl neçə? 9 2x çıxılsın 1 kiçikdir bərabərdir 0-dan. Yuxarıda da 3 plus 4'ün 3x plus Ark oldu. 2x plus 2x plus 3-ün metərcəsi Matrisa kvadratı. Sürətdə deməli nədir? 2x plus 3-ün metərcə kvadratıdır. Düzdürmü? Bəli. Məxrəcdə də 2x çıxılsın 1 kiçik bərabərdir 0-dan. Düzdürmü? Bəli. Bura müsbətdir, bura mənfi olmalı üçün bura mənfi olmalıdır da. Belə deyilmi? Bunu sıfırlarını qeyd edəsək, sıfırlar nədir? Mənfi 2-də 3, buradakı nədir? 2-də 1-dir də. Bəli. Mənfi 2-də 3. Buradakı nədir? 2-də 1. 2-də 1 olmaz. Niyə? Məxrəcdə olduğuna görə. Belə deyilmi? Bəli. Buna mənfi 2-də 3 olar da. Hə. Sağ tərəfdə qiymət versək nə olur? Bunun olsun müsbətdir. Bura nə olur? Müsbət olur. Hə? Bəli. Bu aralıqda qiymət verirsə, məsələn 0 götürsək, nə olur? Mənfi olur. Düzdürmü? Bundan sol tərəfdə qiymət verirsək, yenə də nə olur? Mənfi olur. Cəməsi aralıqdır. Mənfi aralıq. Buradan bura, düzdürmü? Bəli. Davam edir, düz, bura kimi. Bu mənfi 2-də 3 olar da, çünki kiçik bərabər 0 yazılır. olur. Bir tam. Hə, o İkide zaman birden. həll oldu. Bəli. X daxildir hansı aralığa? Mənfi sonsuzluqdan. Mənfi bir tamamda. Mənfi bir tam 2'de 1'e. Mənfi Hamısı iki daxildir. Burada da oturaq hamısı daxildir. 2'də 1. Burada İkide müsbət hamısı. bir. 3'te 2-də 1. 2-də 1 daxil deyil. Nəyi soruşur? Nəyi soruşur? Bizden beraber sizin bildin. Həll elədik. Sonra. Sonra 25. 25. Oxu. X kvadrat çıx x X çıx kvadratı çıx x çıx 6. bölünsün x böyükdür bərabərdir mənfi 2'den. Böyükdür bərabərdir mənfi 2-dən. Belə. Bəli. Bu Mən tərəfə kiçik tam fərqi. Bu tərəfə keçirəndə nə olur? Üstəgəl 2 olur. Hə? Böyük bərabər nə olur? 0. Elə deyilmi? Bəli. Bunu orta məxrəcə gətirəndə x-dən x kvadratı çıx x çıx 6 üstəgəl nə olur? 2x. Elə deyilmi? Bəli. Bura sürətdə yazdım. Böyükdür bərabərdir 0. Ədəd oxu üzərində sıfırlar, yox, biraz da sadələşdirək. X kvadratı mənfi x 2x nə elədi? Müsbət x elədi. Çıx 6 bölünsün x böyükdür bərabərdir 0-dan. Buruqları ayırsaq nə olacaqdır? Hasili mənfi 6 cəmidəki nədir? Mənfi 1. Mənfi 3-dən 2-dir də. X plus 3 x minus 2 düzdürmü? Böyükdür bərabərdir 0-dan. Sonra nə edəcək? Ədəd oxu üzərində nə edəcək? Sıfırlarını qeyd edəcək. Nə edəcək? sıfırlarına geliyoruz. Harada qeyd edəcək? Hadi bakalım. Ədəd oxu. Ədəd oxu sıfırları qeyd edilir. Mənfi 3, 2, 0, 0 olmaz. Mənfi 3, 0 olmaz. Bir dəkine 2.
İndi qiymət verək. 2-dən sağ tərəfə verəndə 4 verəndə müsbətdir. Düzdürmü? Mənfi olacaq. 0-dan 2 bəli, 1 verəndə mənfi olur. Mənfi 3-dən 0-ın arasında, məsələn, mənfi 1 verəndə bura müsbət, düzdürmü? Bura mənfi, bura da mənfi, mənfi nöqtəsində nə olur? Müsbət olur, düzdürmü? Mənfi 3-dən sol tərəfdə qiymət verəndə, məsələn, mənfi 5 verəndə nə olur? Mənfi. Burada nə deyil? Mənfidir. Biz hansı aralı lazımdır? Müsbət aralı. Haradır? Və buradan bura, bir də ki, buradan o tarafa. Deməli, x daxil oldu hansı aralığa? X daxildir. Nəyə? Mənfi 3-dən, da mənfi 7-dən, hə? Mənfi 3-dən, hara kimi, 0-a kimi, mənfi 3 daxildir. Mənfi 3-dən 0-a kimi, 0 daxil deyil. 0, niyə məxrəcə 0 olmaz? Birləşir. 2 daxildir, 2-dən hara kimi? Müsbət sonsuzluğa kimi. Nəyi soruşur? Nə soruşur? Ən kiçiyi Nə? həlli. Ən kiçik tam həlli. Evet. Ən kiçik tam həlli neçə oldu? Evet. Mənfi 3. Yazın. Arada bulmaq. Yaxşı, bəyan neçə sual vardı? 27. 27-dən sonra yazır bilməli suallar. Yalan danışmaq istəyir. Hə? Yazır bilməli suallar Bir istəyir. yazabilirmiş. Neçəni? 31'i. Oxu görək. A parametrin hansı qiymətlərində? Bəli. Möhtəzədə 2 asıq 1. Müzəcədə 2 açılsın 1. Möhtəzə bəyanlar x plus 5 bərabər 0. X plus 5 belə, hə? Yox, mən Bağışla, möhtəzəsiz. bağışla. Bağışlayırsan, x sırğa 5. Bərabər 0. Bərabər. Bəli. Tənliyinin kökü 3-dən kiçikdir. Tənliyinin kökü 3-dən kiçikdir. Bəli, sonuçta. X kiçikdir 3-dən. Tənliyin kökü də 3-dən kiçikdir də. Deməli, mən burada x-i tapmalıyam da, düzdür mü? Cavan olan. Hə? X-i tapmalıyam da. Değişik A O da parametre. tapacaq. 5 sənələrdə olmaq. Bir dəqiqə sən şu tap. Bərabərlik nədir? Mənfi 5 deyil ki. Evet. Sonra x-i buradan tapanda vuruq hasili. Məhsul vuruq tapmaq üçün hasili. Məlum vuruğa nə etməliyik? Bölməliyik. Bu da dedik ki, şərtə görə nədir? 3-dən kiçikdir. Düzdür ya? Evet. Bunu da bu tarafa keçirək. Ayaqda bunu bu tarafa keçirək. Fərq yoxdur. Aydın oldu. Evet. İnmişir. Mənfi 2 açıqız. Bu mənfi də bax ki, gətirək bura. Gətirək məxrəcə. Olmaz ki. Olar. Ha. 1 çıxılsın 2 oldu. 5. Çıx 3. Kiçikdir nədən? 0-dan. 3-ü keçirdin də sol tərəfə. Düzdür? Evet. Orta məxrəcə gətirə bilirsən də. 1 çıxılsın 2A. Burada. Sürətli olacaq 5 çıxılsın 3 vurulsun nə? 1 çıxılsın 2A. Düzdür? Evet. Nə olacaqdır? Kiçikdir 0. Biraz da sadalaşdıra bilərsən? Bəli. Olacaq nə? 5 çıxılsa 3 üstə gəlinsin 6A mənfi 3 mənfi gördüm. 1 çıxılsın 2A nədir? Kiçikdir 0. Düzdür? Evet. Biraz da sadalaşdıra bilirsən? Nə olur burada? 6A üstə gəlinsin neçədir? 2 1 çıxılsın 2A nədir? Kiçikdir 0. Nə edəcək sonra? Ədəd oxu. Sonra bəs sıfırlarını qeyd edir. Bunun sürəti sıfıra çevirən qiymətləri mənfi 3-dədir. Məxrəci sıfıra çevirən qiymətləri 2-dədir. Mənfi 3-də 1 olmaz. Niyə? Çünki burada bərabər sıfır yoxdur. Yoxdur. Aydın oldu? Evet. Bəs 2-də 1 də olmaz. Niyə olmaz? 2-də 1 nə olmaz? Mənfi olur. Məxrəc yenədir. Evet. Sıfır olacaq. Demiş bax, bir də şəxsən kameraya çəkəcəm, səni göstərəcəm. Bir göstərim səni. Anladın mı? İşləri ona görə ola bilməz ki, məxrəc 0 olur. 0-a da vermək olmaz da. 0-a bölə bilirsən sən. Mən bölə bilmirəm. Qiymət verək. 2-də 1-dən sağ tərəfdə, 3 verəndə. Müsbət bura nədir? Mənfi. Bura nə olur? Müsbət olur, məsələn 0 verəndə. Müsbət olmur? Olur. Burada nə olacaqdır uşaqlar? Məsələn, mənfi 3-də 1-dən sol tərəfdə qiymət verək. Nə olacaq? Mənfi. Bizə hansı aralıq lazımdır? Mənfi aralıq. Burada, bir də haradır? Burada. Nəyi soruşur? Tənliyinin A parametrin hansı qiymətlərində? A parametrin hansı qiymətlərində? A daxil oldu. Haradan hara? Mənfi sonsuzluqdan mənfi 3-də 1-ə birləşir. 2-də 1-dən müsbət mənfi sonsuzluq olacaq. Hay Allah. Oxu. Mesela okuyayım. Mən bu sualı soruşdum. 35. 35.
2 Bu 2 yazmışsınız. yazmıyorum. Bravo olsun. Oxuyun. 2x kvadratı çıxılsın 13. Kəs fərq dedim. Bəli. 2x kvadratı çıx 13. Bölünsün. Bəli. X kvadratı çıxılsın 4. Çıxsın 4. Bölmüş Ama iki. dayana niye okursan? Vaxt gedir abi. Böyükdür 2-dən. Böyükdür 2-dən. Bərabərsizliyin tam əllərin sayını tapın. Yaxşı. Yuxarına x çıx. 3x plus 3 kimi at. Ha, Yox, 35 2x doğru çıxmış demədim sən bana. Ha, yox, mən 30. Ha, çıx 2 böyükdür. Böyükdür şərəsində orada. Ha? Bəli, mənim. Burada da elə x çıx 2. Deməli, orta məxrəcə gətirsək, burada nədir? X kvadratı çıx 4. Sürətdə də 2x kvadratı çıx 13. Çıx 2 vurulsun nədir? X kvadratı çıxılsın 4. Böyükdür nədir? 0-dan. Biraz da sadələşdirək. Sürətdə nə olur? 2x kvadratlar getdi. Getmədi ki? Getdi. Mənfi 13 üstə gəlirsə neçə edir? 8. O da neçə edir? Mənfi 5. Düzdür ya yox? Düzdür. Ha. Etirazın yoxdur. Xeyr, mən. Evet, sıfır. Sonra ne edeceksin? Mənfi 1'e vur. Ne olacaktır? Hayat heç vurma. Bura mənfidir. Buranın müsbət olması için ne olmalıdır? Bura ne olmalıdır? Mənfi olmalıdır. X çıx 2, x üstə gəlir 2. Nədir? Kiçik 0 olmalıdır. Ədəd oxumunu çəkdiniz. Sıfırlarınızı yenə nə elədiniz? Qeyd elədiniz. Düzdür. Niyə bəs mənfi 2 ilə müsbət 2 ola bilməz? Mənfi 2 ilə müsbət 2 ola bilməz? Mən çünki Nə? Çünki məxrəc 0 olacaq. Məxrəc 0 olur. Məxrəc də 0 ola bilməz, 0 belə bilmirik. O zaman 2-dən sağ tərəfə qiymət verilir müsbət, mənfi, müsbət. Bizə mənfi ayarlar lazımdır. Oldu mənfi 2-dən 2 çəkin. Sonra Sonra 37. 37, davam edir 37. X kvadratı üstə gəl, x üstə gəl 2 bölünsün. X kvadratı üstə gəl. X üstə gəl 2 Hə, bölünsün. dinləmək. Düz yazmışsınız. Kəs parçayı, nə olur burada? Ha, aşağıda çəkəcəksiniz. Yox, müəllim, bir düz yazmışsınız. Onu böləcəksiniz. Belə. Bəli, müəllim. Sən çünki orada intonasiyanı saxlayıb dayandırırsan, mən də bilmirəm, sən tuta bilmirəm. Bölünsün x plus 3-ün mötərizə kvadratı vurulsun. X vurulsun. X çıx 5 mötərizədə. Burada nə yazım? Ha, indi vurun x-ə. Hə. Onu da vurun. Ha, x çıx 5-ə. Sonra. İki bərabərsizliyin tam həllərinin Hə, cəmi. kiçik bərabərdir. Kiçik bərabərdir. Kiçik bərabər. Sıfırdan. Hə. Tam həllərinin cəmi. Başlayır. Sonra sürətdəki ifadə kvadrat üçərlidir. Diskriminantına fikir verin bunu bax. Bunun diskriminantına fikir verin. Bunun diskriminantına. Denəyə bərabər fikir verin. 1 çıxılsın 4 alsın. 1 çıxılsın ne olur? 4 2 8 mənfi 7. Diskriminant sıfırdan kiçikdir. Diskriminant sıfırdan Onda kiçikdir. bir Parabolanın qolları yuxarıdır. Hə, diskriminant sıfırdan kiçikdir. Burada göstərirəm bunu bax. Diskriminant sıfırdan kiçikdirsə x oxuna toxunmur belə. Parabolanın qolları yuxarıdırsa təxminən belə qrafik bax belə bir şey olur. Və x bərabər 0 olduqda bax y bərabər 2 nöqtəsindən gəlir keçir. Aydın oldu mu? Bax təxminən belə bir vəziyyət alınır. Diskriminant sıfırdan kiçikdir. Buradakı görürsünüz ki bu funksiyanın x-in istənilən qiymətində funksiyanın qiymətləri nədir? Müsbətdir. İstənilən nöqtənin y nədir? Müsbət. Görürsənmi? Müsbət. İstənilən nöqtənin, istənilən hardan bu funksiyanın üzərində istənilən bir nöqtəni götür. Görəcəksən ki, onun y nədir? Müsbət. Bax, görürsən müsbətdir. Və buradan bir nöqtə götür. Müsbət. Hamısının y-ləri nədir? Müsbətdir. Yəni sürətdəki funksiya həmişə nədir? Qiyməti nədir? Müsbətdir. Sürətdəki ifadənin qiyməti həmişə nədir? Müsbətdir. Bunun mənfi olması üçün bura nə olmalıdır? Mənfi olmalıdır. Yəni ki, x plus 3-ün kvadratı, burada bir dənə kvadrat da var, vursun x, vursun x çıxsın 5, nə olmalıdır? Mənfi olmalıdır. Bərabər 0 ola bilməz. Burada nə olsun? Bərabər 0 yazıblar. Bax, sürət heç zaman 0-a bərabər olmur. Həmişə müsbətdir, 0-dan böyük qiymət alır. Aydın olur. Məxrəc qiymətlər 0 ola bilər ki. Ola bilər ki, yox. Yəni, ümumiyyətlə, bax, burada bu bərabər 0 var, təmiz mənasız bir şeydir. Aydın oldu, 0-a bərabər olmur da. Amma yenə də biz işarəni qoyuruq bura, çünki qoyuruq da misallar. Kiçik bir və ya, o kiçik bərabər deyilir. Biz bu nətər deyirik? Yəni, bu mənası nədir? Kiçik bir və ya bərabərdir. Aydın oldu mu? Hökmən deyil ki, o 0-a bərabər ola bilər. Kiçik bir və ya bərabərdir. Və ya bağlayıcı. Düzdür? Sonra bu da ki, müsbət bir şeydir də. Hə? Bəli.
Deməli, mənfi olması üçün nə oldu? Bura mənfi olmalıdır da. Evet. Yenə də ədəd oxuyacağında sıfırlarını qeyd edirik. Onsuz da mənfi 3-də qeyd edirəm ki, nə olsun? Yəni ki, sıfırları götürün, biz onu nəzərimizdən qaçırmasın. Sıfırlar nədir? Sıfırdır. 5-dir, bir dəki nədir? Mənfi 3-dür. Qeyd edək. Mənfi 3 onsuz da ola bilməz. Sonra 0 da ola bilməz, 5 də ola bilməz. Düzdür? 0 da ola bilməz, 5 də ola bilməz. İndi 5-dən sağ tərəfə qiymətdir. 6 verəndə nədir? Müsbət. Düzdür ya? Hə? Bu tərəfdə yazaq. Müsbət. 0-dan 5-in arasında qiymət verəndə 4 verəndə nədir? Mənfi. Sonra mənfi 3 ilə 0-ın arasında qiymət verəndə nə olur? Müsbət. Məsəl üçün mənfi 1 götür. Müsbət olur da. Mənfi 3 ilə sol tərəfə qiymət verir. Məsəl üçün 4 verəndə mənfi müsbət olur. Biz yazdıq. Evet. Dəqiq. Evet, düzdür. Nə istəyirdik bizdən? Bizden müsbətlərin cəmi. Müsbət deyil, mənfi. Daha doğrusu tam əllərin cəmi. Mənfi bura. Belə deyil ki, tam əllərin cəmi nədir? 0,5-də tam əllər nə olacaq? 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl 4, sonra da 5. 5 daxil deyil də. Düzdür? Yaz. Yaz, tez ol. Baxın var. Şəkildir. Şəkil özümüz üstə. Böyle bir şey. Düzdür. Ne yazılır? fx vurulsun gx ne yazılır? fx vurulsun fx vurulsun gx. Böyüktür. Böyüktür sıfırdan. Böyüktür sıfır. Sonra fx bir kvadratik funksiya sıfırlara 1 və 4 ama parabolun qolları yuxarı. fx bərabərdir. Kvadratik funksiya necə yazılır? A vurulsun x çıxılsın x1, x çıxılsın nədir? x2. Düzdür mü? Evet. İndi buna buradakı a'ya deyirəm A1 olsun. Hə? X çıxılsın x1. x1 necədir? 1. X çıxılsın x2. Bu necədir? X çıxılsın 4 olacaq. Jx-dəki oradakı A olsun A2. X çıxılsın x1 necədir? Olacaq x plus 2 olacaq. X çıxılsın mənfi 2 müsbət 2-dir də. Burada da olacaq x çıxılsın necə? 3. Düzdür? Bunların hasilini nə yazırlar? Sıfırdan böyük. Qulaq as. fx vurulsun gx. Deyir ki sıfırdan böyük. Bunları vuranda a1 vurulsun a2. Ne olur? X çıxılsın 1. X çıxılsın 4. Sonra x plus 2. Sonra x çıxılsın 3. Hə? Nə deyil? Böyükdür sıfırdan. A1. A1 nədir uşaqlar? A1 sıfırdan böyükdür. A2 nədir? A2 nədir? Sıfırdan nədir? Kiçik. Parabolun qolları aşağıdır. O zaman A1 vurulsun A2 hasili nə olacaqdır? Mənfi bir ədəd. Tərəf tərəfdən həmin o ədədə, mənfi ədədə bölürəmsə, olacaq x çıxılsın 1, x çıxılsın 4, x üstə gəl 2, x çıxılsın 3. Nə yazmalıyım indi? Nə yazalım? Mənfi bir ədədə bölürəm. A1 vurulsun A2 mənfidir. Bu müsbət, bu mənfi. A1 vurulsun A2 nə olacaq? Sıfırdan kiçik olacaq. Sıfırdan kiçikdir də. İndi bəli, mənfi ədədə bölürəmsə, bəli, burada da kiçikdir sıfır yazmalıyım da. Düzdür? Niyə? Çünki biz bilirik ki, bərabərsizlikdə tərəf tərəfdən mənfi ədədə vuranda da, böləndə də nə edirik? İşarəsini əksinə dəyişirik. Böyükdürsə kiçikdir yazırsan, kiçikdir olsa böyükdür yazırsan, böyük bərabərdir olsa, kiçik bərabər yazırsan, kiçik bərabər olsa böyük bərabər yazırsan. Düzdür? Sonra nə edəcəksən? Ədəd oxuyacaqda nə edəcəksən? Qeyd edəcəksən. Nəyi qeyd edəcəksən? Nələri qeyd edəcəksən? Sıfırlarını. Sıfırlar nədir uşaqlar? 1, 4, 1, 4, mənfi 2, 3. Mənfi 2-dən başlayırıq da. Mənfi olmaz mənfi 2. Niyə olmaz? Çünki burada kiçik bərabərlik deyil. Mənfi 2, sonra nədir? 1-dir. 1 də olmaz. Sonra 3-dür. Sonra 4-dür. 4-dən sağ tərəfə qiymət verəndə, 5 verəndə, müsbət. Bura nə olur? Mənfi olmur ki, 3-dən 5 verəndə. Hə?
Bura nə olur? Müsbət, burada nə olur? Mənfi, burada olur müsbət. Məsələn, mənfi 2 də sol tərəfdə qiymət verir. Mənfi 5 verəndə, bura müsbət, burada müsbət, 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 müsbət. Nə bilim, mənfi 2 ilə məsələn 1 arasında 0 verəndə. Bura müsbət, bura mənfi, müsbət, yekunda nə olur? Mənfi, bəs. Bu qayda. Aydın oldu. Hə, nəyi soruşurdu? Kiçikdir 0 nə oldu? Bax, bura, bir də ki, x daxil oldu hansısa intervala, mənfi 2, 1, birləşir, nədir? 3 ilə 4. Nəyi soruşurdu? Nəyi soruşurdu? Deyib bərabərsə, Hayır. Vx plus Gx böyükdür 0-dan. Hə. Vx, fx. Hə. Mənfi sonsuzluq və müsbət Yox, bir bərabərsə həll edin. Həllərimdə bura. Mənfi 2-dən 1, 3-dən 4. Yoxdur ki orada. yoxdur. Var. A variantı. Qeyd yoxdur. Dedi şəhət oxudan. Hə. Sonra yaxşı olacaq. 41. Yaxşı olacaq. 41 təkil yola. Şey, bravo. Siz yoxulusuz arkadaşlar. Zaman için yoxulusuz. Neçədə yatırsan sən axşam? 11'de. Ay Allah, 11'də bu yat. Sən hansı, yəni ki, necə deyərlər? Ürəklə 11'də yata bildin sən? Aha, başqa heç nə demirəm sənə. Sadəcə sənə bunu deyə bilərəm ki, sənə haladır. Ki, sən 11'də rahat yata bilirsən ki, bütün dərsləri çıxarmısan, 11'də də yıxılıb yatırsan. Düzdür, uşaqdır. Bu uşaq halaldır ki, saat 11'də bütün işlərini yekunlaşdırır və yatır. Siz isə neçədə yatırsınız? 3'də. Amma bu uşaq 11'də yatsa da yenə də dərsdə yatır. Düzdür? Başını harada qoysa yatır. Mən oxşamsın da. Yaxşı oldu aslında. Harada istəsən yata bilirsən. Tut. Bu uşaqlar Gx-in qrafikidir. Bu da ki fx-in qrafikidir. Oxu görək. Y bərabərdir fx və y bərabərdir gx kvadrat funksiyaları. Ne deyiyorsun? Oku da. Siz dediniz ama Ne dedim ki? daha demədiniz. Dedim bəli, oku. Y bərabərdir fx Bir və dəfə y bərabərdir gx kvadrat funksiyalarının qrafiklərinə əsasən fx bölünsün gx kiçik bərabərdir 0. fx bölünsün. Fx bölünsün nə? Y böyük bərabərdir 0 var. Tamam, görürsünüz. Bu uşaq hələ də kiçik bir şərəsindən, böyük şərəsindən ayırt edə bilmir. Mən neyim? Mən ayırt edə bilmir, deyəndə saçma. Ayırt edə bilmirsən ki, şaşırsan da. Ayırt edə bilsən, şaşarsan ki. Hə? Neyim mən yaxşı? Bu kiçik şərəsindən, böyük şərəsindən öyrədə bilmirəm da. Nəsə öyrədim? X'de öyrənəcək. Necə edək? Çox qənizdir. Fx bölünsün nədir? Gx Hə, böyük bərabərdir 0. dəqiq böyük bərabər sıfırdır. Belə yazdım uşaqlara. Hə. Uşaqlar, bu sualda elə bu sualın bir oxşarıdır. Yenə də Gx-in görürsünüz də olsun A1 tutaq ki, A1 nədir? Sıfırdan kiçik, qollar aşağıdır. Fx-də də ki, A olsun A2, bu nədir? Sıfırdan böyükdür. Ya qollar yuxarıdır. Və Gx-in sıfırları -5-dən 2-dir. Fx-in sıfırları isə 0 isə 2 ilə nədir? 4-dür. O zaman yazırıq burada. A2, burada A2 demişəm də. Burada A1 demişəm, gələk buna da A2 deyək. Uyğunluğu pozmayaq da, belə böyük bir şey deyil. A1 vurulsun. Sıfırlar nədir? 2 ilə 4-dür abi. X çıxılsın 2, X çıxılsın 4. Düzdürmü? Məxrəcdə nə olacaq? A2. Burada sıfırlar nədir? -5-dən 2-dir. X plus 5, X çıxılsın 2. Böyükdür və ya bərabərdir 0. Şu an A1 müsbət, A2 mənfi olduğuna görə bunların nisbəti nə olacaqdır? Mənfi. Düzdür? Bəli. İndi mən burada X çıxsın 2-ni ixtisar aparıram. Amma qeyd edirəm ki, burada X çıxsın 2 nədir? Bəli. Sıfırdan fərqli. Sıfırdan fərqli.
Aydın oldu mu? Sıfır fərqi. Sıfır olsa x-ə qapıra bilərsən. Xeyr. Yox. Deməli x nədir? X 2-dən fərqlidir. Bunu özüm üçün qeyd edirəm ki, lazım olacaq mənə. Başa düşdünmü? Və A1 bölünsün A2 mənfi olduğuna görə mənfiyə edilə bir vurun. Nə qaldı burada? X çıxsın 4 bölünsün. X üstə gəl 5. Nə yazacaqsan? Kiçikdir, bərabərdir 0. Çünki bu nisbət mənfidir. Çünki bu mənfidir, bu müsbətdir. Müsbəti mənfiyə böləndə nə olur? Mənfi. Mənfi ədəd varsa burada. Tərəf tərəfdən mənfiyə vurdum, bura nə olmalıdır? Böyükdür, bərabər 0 olmalıdır. Nə? Kiçikdir, bərabər 0. İtirazın yoxdur. 100%. Sonra ne edəcək? Ədəd 9-larda sıfırları qeyd edəcək. Qeyd edək mi? Edək. 4-dən nədir? Mənfi 5, bir də ki 2 olmaz, onu da qeyd edəcəm. Mənfi 5 olmaz. Niyə mənfi 5 olmaz? Çünki 0 olacaq. Hara 0 olacaq? Məxrəc. Məxrəc niyə 0 ola bilməz? Çünki bölmə olmayacaq. 0-a bölmə olur. Bəs 2 niyə ola bilməz? 2 də olmaz ama. 2 niyə ola bilməz? Bax, burada x-lara var da. Bildim. 2 olsa 0 eləmir ki, bu da 0, bu da 0. Deməli, belə 0 x-lara var. Olmaz axı. X 2-dən fərqlidir. Bir də ki 4 və 4 necə? Olar yoxsa olmaz? 4 ola bilər. Olar. Ola bilər yox, olar. Niyə? Çünki Kiçikdir, bərabər 0 yazılır. 4-ün 0-a çevirin deməkdir. Düzdür? Tamam. Burada əslində bax 3 dənə interval var. Amma 2-ni götürməyəcək də. Başa düşürüz. 4-dən sağ tərəfə qiymətdir. 5 verəm. Nə demiş? Bura mənfidir, burada nə olur? Müsbət olur da. Bizə hansı aralıq lazımdır? Mənfi. Haradır? Buradan bax, bura kimi 2 olmaz. Bir də ki, buradan hara kimi, bura kimi. Deməli, x daxil oldu. Hansı intervala? Mənfi 5-dən 2-yə kimi birləşir. 2-dən 4-ə kimi 4-sə daxildir. Nəyi soruşur? Nəyi soruşur? Bərabərsizliyin tam həlləri. Tam həlləri çəkmiş olar. Mənfi 5 daxil deyil. Deməli, nə daxil? Mənfi 4. Mənfi 4 üstə gəl nə olacaq? Mənfi 3. Üstə gəl birbaşa çıxır. Çıx mənfi 2. Çıx 2 daxil. Çıx 1. Üstə gəl 0. Hə? Üstə gəl 1. Üstə gəl sonra 2 olmayacaq. Bəli. Üstə gəl 3. Üstə gəl 4. Üstə gəl. Onlar da islah olunur. Bəli, bunlar da gedir. Və bundan bu gedir. Bundan bu gedir. Sonra bundan bu gedir. Cavab nə qalır? Mənfi 2. Yaz. De görüm. 45. 5'də 1 5'də 1. kiçikdir. 2 Ha. bölünsün 2x çıx 5. 2x çıxılsın 5. Ha. Kiçikdir 1'də 3. 3'də 1. Ha. Nə deyir? Bərabərsizliyini öyrənən tam ədədlərin sayı. Ədədlərin sayı. Sonra bunun tərsini yazsam nə olur? 5. Bunun tərsi nə olacaq? 2x çıx 5 bölünsün 2. Bölünsün. Bunun tərsi nədir? 3. Aydın məsələdir ki, 5 3-dən böyük, belə bundan böyük. Düzdür? 5 bundan böyük, belə 3-dən böyük. Yəni biz bunu belə yaza bilərik də 3 kiçikdir. 2x çıxılsın 5 bölü 2. Bu da kiçikdir nədən? 5'dən. Tərəf-tərəfdən 2-yə vur. 6 kiçikdir. 2x çıxılsın 5. Bu da kiçik nədən? 10-dan. Tərəf-tərəfdən 5 əlavə ilə 11 kiçikdir 2x. Bu da kiçikdir nədən? 15-dən. Tərəf-tərəfdən 2-yə böl. 5-dən onda 5 kiçikdir x. Bu da kiçik nədən? 7-dən onda 5-dən. Nəyi soruşur da? Deyir ki, bərabərsizliyini öyrənən tam ədədlərin sayını tapsın. Say. 5-dən onda 5-dən sonra nə gəlir? 6 gəlir. 6 və 7-dir də. Say neçədən oldu? 2-dən. Sonra 55. 55. Görün. M parametrenin hansı ən kiçik tam qiymətində? N'in hansı ən kiçik tam qiyməti? Hə. 2x kvadratı Hə. üstəyənsin mx Hə. çıx 1 bölünsün. Bəli. 2x kvadratı çıxılsın 2x Çıxılsın 2x. üstəyəl 3 Üstə gəlir 3. kiçikdir 1-dən. Kiçikdir 1-dən belədir. Bərabərsizliyini öyrənən Bəli. istənilən həqiqi qiymətdə doğru. Doğrudur. Yəni x daxildir demək istəyir nəyə? Mənfi sonsuzluqdan müsbət. İstənilən o deməkdir. Mənfi sonsuzluqdan müsbət. Bu kiçikdir 1-də. Hə? Bəli. O zaman bunu sol tərəfə keçirdim. Çıx 1 kiçik 0 olacaq da. Düzdürmü? 1 idi sola keçirdim. Çıx 1 kiçik 0 olacaq. Orta məxrəcə gətirsək nə olur? Orta məxrəcə gətirsək 2x kvadrat çıx 2x üstə gəl 3. Sürətdə nə olacaq? X kvadrat üstə gəl mx. Hə? Çıx 1
Bu mənfi 1'i bura vuracağım, sürətdə yazacağım bunu. Olacaqlar çıx 2x kvadrata, çıx 2x kvadrata. Üstə gəl olacaq 2x çıxılsın 3 kiçikdir nədən? 0'dan. Biraz da sadələşdirək. Mənfi x kvadratı. Düzdür. Bax, mx burada da nədir? 2x. Oradan da x-i metrdə xaricində çıxardanda nə olur? M üstə gəlir 2, hə? Vurulsun nə olur? X. Mənfi 1, mənfi 3, salam. Ehtiyatda keçir. Mənfi 1, mənfi 3 neçə edəcəkdir? Mənfi 4, düzdürmü? Bu yazdıq mənfi 1-dən mənfi 4-dən. Amma nə kimi eləmiş? Çıxsın 2, üstə gəlsin 3, kiçik nədən? 0-dən. Bir də sürət tərəf tərəfdən kəsilir mənfi 1-ə bura. Olacaq nə? X kvadratı. Çıx. M üstə gəlir 2, vur x. Üstə gəlinsin 4. Niyə çıxır yazmayın ki? Azanda mən prezentasiya. Niyə aslan? Yazmıram ki. Asmışdım mən yadımda onu. 2x kvadratı. Çıx 2x. Üstə gəlinsin 3. Mənfi 1'ə vurmuşam ama. İşarə də dəyişəcək. Düzdürmü? Evet. Həqiq. Deyir ki, x daxildir hara? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Aşağıdan diskriminant çıxardır. Yəni, diskriminantı tabaq buna. Buna bax fikir verin bunun diskriminantına. Diskriminant Bak bərabər. bunun diskriminantını yazıram bak burada yerə gəlirəm. De nəyə bərabərdir? 4 kvadrat 4 çıxılsın 12, 24. 24. Neçə elədir? Mənfi 20. Diskriminant sıfırdan kiçikdir. Uşaqlar, bu kvadratik bir funksiya. Parabolanın qolları yuxarı. Niyə? 2 sıfırdan böyük bir ədəddir. Düzdür? Parabolanın qolları yuxarı. Diskriminant sıfırdan kiçik. Bayaq da dedim. Necə bir vəziyyət alınır? Təqribən göstərirəm. Bax, belə bir şey alınır da. Hə? X-ə 0 verəndə 3. Bax, bu 3 nöqtəsində gəlir, keçir. Bəli, x-in istənilən qiymətində bu funksiyanın qiyməti nədir? Müsbət. Yəni, məxrəc həmişə nədir? Müsbətdir. İndi bunun sıfırdan böyük olması üçün nə olmalıdır? Sürət də nə olmalıdır? Sıfırdan böyük olmalıdır. X kvadratı çıxılsın, m üstə gəl 2, vur x, üstə gəlsin 4, nə olmalıdır? Sıfırdan böyük olmalıdır. Yəni, mən bilirəm ki, bu x-in istənilən qiymətində, görürsünüz, x-in istənilən qiymətində nədir? Bunun qiyməti nədir? Müsbətdir. İfadənin qiyməti nədir? Müsbətdir. Bizə də şərtdə deyir ki, bu ümumi ifadənin qiyməti x-in istənilən qiymətində belədir. Məxrəc x-in istənilən qiymətdə təyin olunur. Deməli, sürət də x-in istənilən qiymətdə təyin olunmalıdır ki, ümumi biz ifadə üçün deyə bilər ki, x daxildir, mənfi sonsuzluq, müsbət sonsuzluq. Elə deyilmi? Deməli, burada da nədir? X daxildir, hara? Mənfi sonsuzluqdan müsbət. Misalın ən vacib yeri burada. Bura qədər ki, hesabladın, çıxdın, yazdın. Buradan o tərəfə bunu tapdın, diskriminant sıfırdan kiçik. Aydın oldu. Şərtdə qeyd olunur, bax, ümumi ifadə nədir? Mənfi sonsuzluq, müsbət sonsuzluğa daxiləcək. Aydın oldu mu? Məxrəci görürəm, bəli, mənfi sonsuzluq, müsbət sonsuzluğa daxildir. Deməli, sürət də nə olmalıdır? Mənfi sonsuzluq, müsbət sonsuzluğa daxil olmalıdır ki, nə olsun? O doğru olsun. Burada da nə olmalıdır deməli? Burada bir kvadratik funksiya. Bunun da belə bir şey, eyni şeydir. Parabolanın qolları yuxarı. Mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün nə olmalıdır? Diskriminant sıfırdan kiçik olmalıdır. Aydın oldu. Yəni, diskriminant sıfırdan kiçik olduqda mənfi sonsuzluq, müsbət sonsuzluq aralığına daxil olur da. İndi ya o intervalda mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi həmişə müsbət olur, ya da ki mənfi olur. Həmişə müsbət nə vaxt olur? X oxundan yuxarı olur və parabolanın qolları yuxarı olur. Həmişə mənfi nə zaman olur? Məsəl üçün, bax belə, bunu kvadratik funksiyada biz geniş danışırıq. Bax, belə bir şey təqribən olur. Bax, görürsünüz, yenə də diskriminant burada nədir? Yenə də diskriminant nədir? Sıfırdan kiçikdir. İstənilən nöqtənin y-i burada nədir? Mənfidir. Bax, belə bir şey, məsəl üçün olanda, dedik həmişə nədir? Mənfidir. Amma burada bu bizə lazım deyil, bizə lazım olmaz ki. Neyse, diskriminant nə olmalıdır? Sıfırdan kiçik olmalıdır. Yəni ki, b kvadratı çıxsın 4 tanesi sıfırdan kiçik olmalıdır. Nə yazacaq? Uşaqlar, bunun kvadratı, b kvadratı, mənfi kvadratına müsbət edir. M plus 2'nin kvadratı çıxılsın 4ac. 4ac çıxsın 4'ə 4. 16 nədir? Kiçikdir sıfırdan. Bu 16'nın da yerində nə yaza bilərik? Yəni 4'ün kvadratını yaza bilərəm. Muxtasarlamaq üçün tətbiq edirəm. M üstə gəl 2 çıx 4. Sonra nə olur? M üstə gəl 2, üstə gəl 4. Nədir? Kiçikdir sıfırdan. Biraz da sadələşdirək. Nə olacaq? M çıx 2, M üstə gəl 6. Nədir?
kiçikdir sıfırdan. Ədəd oxu üzərində sıfırlarını qeyd eləsək 1 qalır. Sıfırlarını qeyd eləyək. Ədəd oxusuna sıfır qeyd eləyək. Mənfi 6 nədir? 2. Mənfi 6. Bir də nədir? 2. Bura nə olur? Müsbət. Bura olur mənfi. Burada müsbət. Bizə mənfi ərəbə lazım idi. Elə deyilmi? Ev daxildir mənfi 6-dan 2-yə kimi. Bizə nəyi soruşurdu? M-in hansı ən kiçik tam qiymətində? M-in ən kiçik tam qiyməti neçə olacaq? Yəni mənfi 6 daxil deyil. Neçə olacaq? 5. Mənfi 5. Mənfi 5. Mənfi 5. 5. Başa düşdünüz? Evet. Yazın.